hoş gördük. Bu test sizinle birlikte 3. sınıf Azərbaycan dil iş dəftərindən səhifə 34'te olan tapşırıqları həll edəcəyik. Başlamazdan önce kanalıma abone olmağı ve videomu beğendinizsə beğendiğimizə basmayı unutmayın. Gəlin başlayaq. İki yol tapşırığına deyir ki, aşağıdaki suallara bura vətəndir mətninin hansı hissəsindən cavab tapmaq olar? A. Birinci hissə, B. İkinci hissə, C. Üçüncü hissə. 1. İlqarın atası harada yaşayırdı? Harada idi? İlqarın atası haradaydı? Buna adam bilmək var ki, İlqarın atası cəhbədə idi. İlqar təhsilini harda almışdı? İlqar təhsilini ikinci hissədən bildiyi ki, Türkiyədə davam etdirmişdi. 3. Füzuli şəhəri nə vaxtda işğaldan azad edilib? Füzuli şəhəri 2020-ci ildə, yəni 3-cüdə azad edilib. İlqar hansı fənn üzrə qızıl medal qazanmışdı? Riyaziyyat fənni üzrə qızıl medal qazanmışdı. İlqar təpənin üstündə nə yazmışdı? Bura vətəndir yazmışdı. Və bu e, və bu birinci hissədə idi. Birinci hissədə idi. Bu birinci hissədə idi. Sonra da deyir ki, İlqar hansı sahə üzrə mütəxəssis idi? İlqar gördük ki, yəni proqramçı idi da, mütəxəssis idi proqramçı olaraq. Keçək B tapşırığına. Bura vətəndir mətnində Füzuli şəhəri haqqında verilmiş tarixi hadisələrə istinad etməklə cümlələrdəki boşluqları doldur. İşğalçı ermənilər neçənci ildə? 1993-cü ildə. 1993-cü. Aha. 1993-cü ildə Füzuli şəhərinə hücum ediblər. Füzuli şəhəri həmin il avqust ayında Avqust ayında işğal olunub. Minlərlə insan el obasından didərgin düşüb. Didərgin, yəni ayrı düşüb deməkdir də. Didərgin düşüb. Köçkün düşmüş insanları yerləşdirmək üçün Azərbaycanın bir çox şəhərlərində qaçqın şəhərciyi salınıb. Qaçqın şəhərciyi salınıb. Qaçqın o deməkdir ki, yəni öz məsələn rayonu olmayanda öz vətəni deyil yəni bura. Məsələn sən deyək ki, Füzulidə də olmusan, ancaq getmisən tutaq ki, Bərdə rayonuna, Bərdə şəhərinə. Burada Bərdə şəhərinə getmisən, onda sən qaçqın olmusan deməli. Salınıb. Bunlardan biri də Bərdə şəhərində olub. Bərdə şəhərində olub. Bunları artıq silək, bunları bildik. Bərdə rayonunda şəhərində olub. Füzuli şəhəri 2020-ci ilin 2020-ci ilin oktyabr ayında Rəşadətli Azərbaycan ordusu. Rəşadətli Azərbaycan ordusu tərəfindən işğaldan azad edilib. C. Azərbaycan ordusunun qələbəsi şərəfilə şüarlar yaz. İstədiyiniz qədər şüar yaza bilərsiniz. Mən sadəcə 3 dənə məsəl üçün göstərəcəm. Məsələn, qələbə Azərbaycan ordusundur. Qələbə Azərbaycan ordusundur.
ordusunundur. Yaşasın rəşadətli Azərbaycan ordusu. Yaşasın rəşadət, rəşadətli Azərbaycan ordusu. Azərbaycan ordusu. Sonra isə eşq olsun Azərbaycanın qəhrəman ordusu. Eşq olsun Azərbaycanın eşq olsun Azərbaycanın qəhrəman ordusuna. Bugünkü tapşırıqlarımızda belə oldu. Deməli, belə şüarlar yaza bilərsiniz. Qələbə Azərbaycan ordusunundur. Yaşasın rəşadətli Azərbaycan ordusu. Eşq olsun Azərbaycanın qəhrəman ordusuna. Belə şüarları kim istəsə yaza bilər və ya siz də özünüzdən şüarlar yaza bilərsiniz. Belə dostlar, bugün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndinizsə videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.